Salam, Xalqın gündəmi rubrikasında ötən şənbə günü qəzetimizdə dərc olunan vitamin şəfa cövhəridir. Amma məqaləsinin icmalını təqdim edirik. Məqalənin müəllifi Eleonora Həsənovadır. Müasir dövrdə informasiya bolluğu bir tərəfdən üstünlükdürsə, digər tərəfdən də yanlış yönləndirmələr üçün yaranan zəmindir. Eleonora Həsənovanın araşdırmasında vurğulanır ki, sosial mediada sağlamlıqla bağlı sürətlə yayılan dırnaqarası məsləhətlər, yəni maqnezium, D vitamini, sink və digər əlavələrin nəzarətsiz qəbulu artıq təhlükəli tendensiyaya çevrilib. Yorğunsuzsa maqnezium için, tez-tez xəstələnirsinizsə D vitamini qəbul edin kimi tövsiyələr ilk baxışda faydalı görünür. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, analiz və həkim rəyi olmadan qəbul edilən vitaminlər orqanizmin biokimyəvi balansını poza, hətta ciddi fəsadlara səbəb ola bilər. Həkim-terapevt Nübar Xəlilovanın sözlərinə görə, vitaminlərin həddindən artıq qəbulu onların çatışmazlığından daha təhlükəlidir. Məsələn, D vitamininin yüksək dozada qəbulu qanda kalsiumu artıraraq böyrək daşları və ürək ritm pozuntusu yaratma ehtimalı daşıyır. A vitamininin artıqlığı qaraciyərə toksiki təsir göstərir. C vitamininin çox istifadəsi isə mədə-bağırsaq problemləri və böyrək daşı riskini artırır. B6 vitamininin normadan artıq qəbulu da sinir uclarını zədələyə bilər. Həkim-diyetoloq Tutu Zeynalova isə bildirir ki, qida əlavələri yalnız real ehtiyac olduqda və laborator analizlər əsasında təyin edilməlidir. Xüsusilə son illərin trendinə çevrilmiş detoks çaylarının elmi əsası yoxdur. İnsan orqanizmi təbii olaraq qaraciyər, böyrək və bağırsaqlar vasitəsilə özünü təmizləyir. Bu çaylar isə sadəcə bədəndəki suyu azaldaraq müvəqqəti çəki etkisi effekti yaradır. Müəllifin gəldiyi nəticə belədir ki, sağlamlıq təsadüfi sosial media tövsiyələrinə deyil, elmi əsaslara söykənən ciddi tibbi yanaşmaya dayanmalıdır. Uzunömürlülüyün sirri balanslaşdırılmış qidalanma, keyfiyyətli yuxu və aktiv həyat tərzindədir. Unutmayaq ki, orqanizm sınaq meydanı deyil. Sağlamlığımızı qorumağın ən doğru yolu isə mütəxəssis məsləhəti və tibbi rəngarəng qida rasionudur. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Xalqın gündəmində daim nələr olduğunu bilmək üçün abunə olmağı və videonu bəyənməyi unutmayın. Sağ olun, salamat qalın.